example, məsəl üçün. Məsələn, sən indi bir dənə ifadə denən, bu əvəzliklərdən olsun, özündən sonra isim gəlsin. Necə cümlə qurarsan, məsələn? Mənim, sənin, onun. Okay, my book. Book nədir burada? İsimdir. My'dan sonra gördüyün kimi isim gəlir. Bunlar həmişə isimdən işlənirlər. Çünki yiyəliyi bildirirlər, nəyəsə sahib olduğunu bildirirlər. Özündən sonra nəyə sahibsənsə, onun adını işlədirsən. Məsələn üçün, sən kitabın var, deyirsən, my book. Mənim kitabım. Give me this book. Aha, burada nə işlətdin? Yaxşı. Bunu da yaxşı işlətdin, amma bunu başqa yerə yazacaq. Aha, mənə. Mənə hansı əvəzlikdir burada? Me. Me. Hansı əvəzlikdir? Hansı qrupa aiddir? Yox, üyəlikdə maide axı. Me haradadır, bax gör. Necə? İndi yazdıq, Vüqar. Obyekt əvəzliyi. Me nə deməkdir tərcüməsi? Mənə. İndi sənin tərcümənə nə oldu? Give me this book. Mənə bu kitabı verin. Mənə. Me oldu obyekt əvəzliyi. Və bir dənə də qayda. Me demişdik, obyekt əvəzlikləri nədən sonra gəlir? Aha, indi sənin cümləndə feil hardadır? Give me, gördüyün kimi feildən sonra gəldi. Yəni bu hər tərəfli olaraq obyekt əvəzliyidir. Possessive pronoun deyil. Objective pronoundur. O indi dediğin nümunəndə yaz objective pronounun altından. Give me this book. Give'in altından xətt çək, bu feildir. Feildən sonra gəlib əvəzliyik me.